Salamlar hər kəsə. Bu videomuzda biz Windows 11-də olan yeniliklər, ümumiyyətlə Windows 11-də Windows 10-dan əsas fərqlər nələrdirsə, o barədə danışmış olacağıq. Əslində bunların hər biri barədə əvvəlki videolarda qeyd eləmişəm. Sadəcə bu videoda sırf buna yer vermiş olacağam ki, konkret olaraq kimsə tutaq ki Windows 10-u bilir, Windows 11-də sadəcə fərqliləri bilmək istəyirsə, bu videoya baxsın və öyrənmiş olsun. Dostlar, ilk olaraq təbii ki, əsas fərq birinci başlayaq elə bizim iş masasının görüntüsündən. İş masamızı açanda dostlar, biz həmişə bilirdik ki, bizim normalda standart olaraq start menyumuz normalda solda olurdu. Taskbar ümumiyyətlə aşağıda yerləşirdi zaten, onu da bilirdik. Sadəcə start menyumuz solda olurdu və taskbarda ortada heç bir şey olmurdu. Orta sol tərəfdə proqramlar yerləşirdi, sağ tərəfdə də təbii ki notification area olurdu. Amma burada standart olaraq ilkin halda bizim start menyu, ümumiyyətlə tapşırıqlar paneli bir növ mərkəzdə yerləşmiş olur. Biz mərkəzdə görmüş oluruq. Və yadda saxlayın, ən əsas fərqlərdən biri budur. Yəni tapşırıqlar panelində start menyusunun mərkəzdə yerləşməsi standart olan halda. Və start menyumuzu açanda əvvəl burada 3 dənə sütun olurdusa, sadəcə indi bu görüntü buna dəyişilib. Yəni pinlənmişlər, bir növ recommended, yəni təklif edilənlər, bir də təbii ki bütün proqramların siyahısını görmüş oluruq. Həmçinin yuxarı hissədə biz axtarış eləyə bilərik ki, nədir. Bir də əlavə olaraq burada fərqli olan şeylərdən biri proqram hissəsində görünüş rejimini dəyişmək olur. Yəni bütün proqramların siyahısına kateqoriyalar şəklində baxa bilərik. Həmçinin tor xəttləri şəklində baxa bilərik və yaxud da dostlar siyahı şəklində baxa bilərik. Yəni bunlar da əsas fərqlərdən biridir. Recommended-də show all eləsəm hamısına baxa bilirəm. Nə var nə yox təklif edilən və pinlənmişlərdə də hamısını burada görmək ola bilər. Yəni əsas fərqlərdən biri bir növ elə start menyusu ilə başlamış olur. İkinci bir fərq widget. Yəni burada daha geniş miqyaslı bir hal alıb dostlar. Yəni bu bizim bir növ nə sayılırdı? Deyirdik ki, burada xəbərlərimiz olsun, burada yeniliklər olsun, burada ümumi olaraq məlumatlar olsun və s. onları görürük. Hətta widget bölməsinə keçid eləyəndə dostlar, burada siz kateqoriya görə bilərsiniz. Məsələn, mənim futbola çox baxmışam deyə təklif kimi futbol gəlib. Təbii ki, bunu sağa doğru filan hərəkət elətdirəndə digər nəticələri filan da görmək mümkündür. Yəni burada və yaxud da market dəyərləri, bu daha çox böyük ehtimal iqtisadiyyatla əlaqəli bir anlayışdır. Xəbərlər olsun, telefonumu bura bağlamışam, məsələn, ən son telefonda oyun oynamışam deyə həmin oyunun notifikasiyası filan da burada görünmüş olur. Yəni baxın, widget bölməsi bu şəkildə fərqlənir artıq. Hətta widgetin burada settings, ayarlar bölməsi var ki, buradan da sən nələri aktiv, nələri deaktiv eləməyini, hətta notification bildirişlərlə əlaqəli işlər belə görə bilirsən. O haqqında da məlumat ala bilərsən bu şəkildə. Bunlar da məsələn bizim widget bölməsidir ki, yeniliklərdən biri budur. Əlavə olaraq widgetdə bu üstəgələ basıb dostlar, siz hər hansı bir widgetinizi özünüz də əlavə eləyə bilərsiniz. Burada sol tərəfdə kateqoriyalar zaten var. Məsələn, mən idmanla maraqlanıram, sport deyəcəm. Yəni burada məsələn idmanla əlaqəli nə isə əlavə eləyə bilərəm nümunə üçün. Yəni bunlar da dostlar bizdə yəni fərqli olan hissələrdən biridir. İndi gəlmişkən orta hissəyə burada search görürsünüz. Bu search haqqında elə biraza danışacağım. Çünki bunun özü bir növ bizdə taskbarın təbii ki tənzimləmələrinə keçid eləyəndə daha geniş şəkildə görünmüş olacaq. Təbii ki ortada biz proqramları görürük. Standart olan halda normalda biz bilirdik ki tapşırıqlar panelimizi yuxarı aşağı sağa sola yerləşdirə bilirdik. Amma burada artıq belə bir şey yoxdur. Burada sistem bizdə ancaq tapşırıqlar paneli aşağıda ola bilər deyir. Tapşırıqlar paneli aşağıda olanda iki versiya ola bilər. Ya start menü, yəni proqramlar və s. mərkəzdə yerləşəcək, hal-hazırda olduğu kimi. Ya da ki elə left əmrini icra eləyəcəksən, left əmrini icra eləyəndə isə sol tərəfdə yerləşmiş olacaq. Sağ tərəf elə olduğu kimidir, notification areadır. Yəni bu tərəfdə bizdə notification center və yaxud da action center bildirişlər mərkəzi açılmış olur. Yenə klaviaturadan bir növ biz həmin hissəni açmaq üçün Win A-nı normalda basırdıqsa, artıq burada dostlar Win A bu hissəni açmayacaq. Bizdə Win A, baxın bura üzərinə basanda açılan bu pəncərəni açmış olacaq. Win A-ya basanda bura açılmış olur.
Buna bu arada buradakı hissələrə digər adına system tray adı da veriblər. Yəni system tray icons sistemə aid olan ikonlar, piktogramlar. Yenə burada gizli olan piktogramları və s. görürük. Burada o qədər də fərq yoxdur. Bir dənə sadəcə bu menyu bu şəkildə yerləşdirilib, notification center'dan ayrılıb bir-birindən. Bu şəkildə deyə bilərik. Sonra dostlar, tapşırıqlar panelinə elə gəlmişkən, tapşırıqlar panelinin üzərində sağ klik basanda normalda bizdə uzun siyahı açılırdı Windows 10'da. Burada isə artıq elə bir şey yoxdur. Windows 10'dan fərqli olaraq burada cəmi 2 dənə əmr var. Bir Task Manager əmri, bir də Taskbar Settings əmri. Task Manager olduğu kimi də ona görə Taskbar Settings'e gəldik. Taskbar Settings'e gələndə artıq bunu aşağı qoya bilərik. İndi Taskbar Settings'e gələndə biraz çox aşağı eləməyim çünki arada itir. Deməli baxın, bu şəkildə əmrlərimizi filan görürük. Baxın, ilk fərq burada search'dədir. Niyə? Çünki normalda search üçün 3 əmr var idi. Və search üçün əmr burada yerləşmirdi. Əvvəl elə bir növ sağ klik basanda olan hissədə yerləşirdi. Burada isə artıq 4 dənə əmr var. Gizli şəkildə saxlaya bilərik. Sırf piktogram yerləşə bilər, piktogram və adı yerləşə bilər və yaxud da qutu şəklində ola bilər. Məsələn, baxın, bu piktogram və adın olduğu versiyada. Aşağı start menüsünün yanındakı hissəyə baxın. Gəlin yuxarıdan aşağı baxaq. Bax, hide eləsəm yoxdur. Sonra məsələn, search icon on eləsəm ancaq ikon olacaq. Show search icon and label eləsəm ad və piktogram görünür. Box eləsəm qutucuq görünür. Qutucuğun sağ küncündə bir növ siz bir təsvir filan görə bilərsiniz. Əsas fərq buradadır. Task view yenə görünüb görməmə burada təyin eləmək olur. Bu eynidir. Ona görə ora çox fokuslanmayaq. Widget. Bax, widgetin burada görünüb görməməyini təyin eləyə bilərsiniz. Baxın, sol küncdə yox oldu widget və yaxud da təzədən açıram, görünmüş oldu. System tray icons, yəni həmin bizim dediyimiz o system tray. Gəl bu yana. Bu hissədəki piktogramlarla əlaqəli burada əmrlər görürük. Emoji şeyini görə bilərsiniz, burada göstərə bilərsiniz. Nə bilim, qələmi göstərə bilərsiniz. Dokunmatik, yəni sensor klaviaturanı istifadə eləyə bilərsiniz. Virtual touchpad'imiz ola bilər və s. Başqa təbii ki sistem piktogramlarını və s. də buradan görmək mümkündür. Bunlar demək olayı nədir? Biz burada nəyə baxacaq dostlar? Burada related settings'da artıq date and time var və notifications var. Yəni bildirişlərlə əlaqəli tənzimləmələri buradan edirik. Hətta burada do not disturb filan var ki, onları görə bilirsiniz. Hətta priority'nizi və s. verə bilərsiniz. Focus'la əlaqəli əmrləri icra edə bilərsiniz və s. və s. və s. Amma və lakin maraqlı olan şeylərdən biri və vacib olan şeylərdən biri, fərqlilərdən. Bizdə burada date and time, vaxt və tarixin bir növ regionun tənzimlənməsini və s. artıq taskbarın tərkibindən eləmək mümkündür. Yəni taskbar settings hissəsində həmin o data-na gələn kimi buradan dəyişdirə bilərsiniz regionu, bölgəni və s. Yəni bunları etmək mümkündür dostlar. Sonra burada taskbar behavior'a gəlirəm indi. Bax burada baxın taskbarın yerləşməsi center ya da left. Fikir versəniz bu ancaq aşağı tərəfdən danışır. Aşağıda mərkəzdə və yaxud da aşağıda solda. Bax aşağıda sol tərəfə keçdi. Və yaxud da center eləyəcəm, təzədən mərkəzə gəlmiş oldu. Yəni bu ikisi olur. Artıq burada sağ, nə bilim, ekranın sağı, ekranın yuxarısı, ekranın solunda yerləşmə yoxdur. Ancaq ekranın aşağısında olur. Aşağıda ya mərkəzdə ya da solda. Yəni sonra dostlar burada tablet kimi bunu istifadə eləmək üçün müəyyən bir əmrimiz var. Məndə indi tablet kimi istifadə edilir deyə bir növ mən o əmri açıq qoyuram həmişə. Yenə gizlətmək olur. Eyni şeydir. Burada fərqli olana baxacağam. Yəni burada dostlar fərqli olanlardan biri məsələn burada share any window from my taskbar tapşırıqlar panelindən hər hansı bir pəncərəni buradan paylaşma əmri deyə bir şey. Əmr çıxıb ortaya. Sonra dostlar baxın burada siz ən sağ küncümüzdə bizim desktop, show desktop düyməmiz var idi. Buna basırdıq. Yəni ayrı pick funksiyasını icra edən bizim düyməmiz var idi. Baxın, həmin bu select the far corner of the taskbar to show the desktop. Bax bunu yox eləyirəm. Artıq ora gələndə ən sağ küncə heç nə aktiv olmur. Basılmır. Yəni mən bunu aktiv və yaxud da deaktiv eləyə bilirəm bu hissədə. Artıq o ola da bilər, olmaya da bilər. Sonra tapşırıqlar panelinin təbii ki yenə birləşməsinə əlaqəli əmrlər var. Eyni şeylərdir bunlar. Burada əlavə olaraq bir də show smaller taskbar buttons'la əlaqəli 3 dənə əmrimiz var. Always həmişə kiçik piktogramlar olsun. Əvvəl sadəcə bir dənə əmr idi. Kiçik piktogramlar olsun idi elə əmrin adı. Amma indi isə yox. Ya da deyir ki tapşırıqlar paneli dolanda kiçilsin. Ya da deyir ki həmişə kiçik qalmasın, elə böyük qalsın.
Ən standartı when taskbar is fulldur. Standart halda o əmr aktiv olmuş olur. Əsas fərqlərdən biri bir növ tapşırıqlar panelinin tənzimləmələrində bunlar idi dostlar. Sonra bu tapşırıqlar paneli haqqında əlavə olaraq burada fərqliliklərdən biri nədir desəz, təbii ki, bizim kontekst menyular. Məsələn, sağ klik basanda artıq bizim kontekst menyu iki hissədən ibarət olur. Bir baxın, ön kontekst menyumuz var. Birinci bizim qarşımıza çıxacaq kontekst menyu. Burada show more options eləyəndə isə bizim artıq köhnədən öyrəşdiyimiz tapşırıqlar, daha doğrusu kontekst menyu açılmış olur. Yəni, bir növ kontekst menyu iki hissədən sanki ibarət olur. Bu şəkildə iki görüntüsü var. Bir ön görüntü, ən birinci elə sağ klik basanda və yaxud da kontekst menyu düyməsinə basanda bizi qarşılayacaq pəncərə. Bir də show more options'a basanda açılan ikinci kontekst menyu pəncərəsi. Bu şəkildə deyə bilərik. Əsas fərqlərdən biri də dostlar bu şəkildə vurğulana bilər. Sonra əsas fərqlərdən biri başqa nə var desəz, gələk settings'ə. Dostlar, buranın artıq tənzimləmə pəncərəsi tamamilə fərqlidir. Yəni artıq müasir sanki Android abu-havası verən bir pəncərəsi var artıq. Yəni burada sənə bir növ rekomendi təklif edilənlər var. Nə bilim, burada özünün sol tərəfdə sistemli şəkildə, səliqəli formada əmr yerləşdiyi bir növ tənzimləmələri var və s. və s. və s. Bunları etmək olur. İndi burada sistem bölməsinə gələndə, sistem bölməsində burada multitasking var dostlar. Bizim aero funksiyalar var idi. Aero snap, aero shake, aero pick, aero flip. Bunlardan dostlar ikisini baxın, biz aero snap və s. snap windows hissəsini burada aktiv və yaxud da deaktiv eləyə bilərik. Yəni baxın, snap Windows-la əlaqəli əməliyyatları burada mütləq şəkildə icra etmək olur. Bu snap layouts-la əlaqəli bir şeydir. Snap layouts bizdə bu Maximize və yaxud da dostlar Restore window düyməsi üzərinə gələndə qarşımıza çıxan bu görüntüdür. Məsələn, buna basanda avtomatik olaraq bir növ müəyyən bir formada bizim pəncərələr sistemli şəkildə yerləşmiş olur. Məsələn, onları burada aktiv və yaxud da deaktiv olmağını və yaxud da o əmrlərin, məsələn, necə şəkildə işləməsini bu hissədən təyin edə bilərsiniz. Əlavə olaraq, alt tabla açılan pəncərədə nələr olsun, nələr olmasın və yaxud da alt taba basanda nə qədər pəncərə açılsın və s. onların hamısını burada bir növ sayını və yaxud da əmrin sistemini burada təyin eləyə bilərsiniz dostlar. Buradakı əmrlər vasitəsinə. Show tabs from apps when snapping or pressing alt tab. Yəni bir növ 3-dən artıq tab açılanda bir növ bu əmr aktivləşmiş olur. Tam bu prosesi anlamaq üçün, ümumiyyətlə oradakı əmrlərin hər birini anlamaq üçün mən bu qədər özüm biraz pəncərə açdım. Qoy tam olaraq həqiqətən buradakı prosesi anlayaq və bilək ki, nə nədir. Məsələn, başdan başlayaq. Buradakı əmrlərin hər birinin qısaca izahını verəcəm sadəcə. Nə olduqlarını bəlkə kimsə tərcüməsini bilmir. Birinci əmr when I snap a window suggest what I can snap next to it. Bu o deməkdir ki, bir pəncərəni ekran kənarına yapışdıranda, yəni snap edəndə Windows digər açıq proqramları göstərir ki, boş hissəyə hansını yerləşdirə biləsən. İkinci əmr deyir ki, show snap layouts when I hover over a Windows Maximize button. Deyir ki, pəncərin o böyütmə düyməsi var, bizdə bu düymə. Bu düymənin üzərinə gələndə baxın, açılan bu müxtəlif bölmələr, müxtəlif buradakı əmrlər olsunmu, olmasınmı? Show snap layouts when I drag a window to the top of my screen. Hər hansı bir pəncərəni tutub yuxarıya doğru belə aparanda, bunda daha yaxşı olacaq. Bax, bu şəkildə fikir versəz, bizdə 5 dənə belə pəncərə, balaca pəncərə piktoqramlar çıxır. O Microsoft Edge'in ikonu olan hissə. Bax, onun olub-olmamağını bir növ bizə izah edir ki, elə bir şey olsunmu, olmasınmı? Yəni, bunu bizim üçün təklif eləmiş olur. Sonra, dostlar, show my snap windows when I hover over taskbar apps in task view and when I press alt tab. Yəni, bu əmrin də vəzifəsi bir növ o deməkdir ki, bölünmüş, həmin o snap edilmiş pəncərələri taskbar üzərinə gətirəndə, task view-da alt tab basanda qrup şəklində göstərmiş olsun. Və alt tabı basanda fikir versəz, bizdə qrup şəklində ən birinci, baxın, bu dəqiqə ekranda ikisi var da, fikir versəz, qrup şəklində görünür. Buna snap groups deyirlər. Bax, snap groups da Windows 11-ə özəl bir yenilikdir, dostlar.
Yəni bunun aktiv olub olmadığını buradan təyin edə bilərsiniz dostlar. Elə yeri gəlmişkən yaxşı oldu. Və sonuncuda deyir ki, when I drag a window, let me snap it without dragging all the way to the screen edge. Deyir ki, yəni pəncərəni tam kənara qədər aparmadan da snap etməyə imkan versin. Bu arada mazq eləyir adamı nə vaxt ikili ekran istifadə eləyəndə, başqa bir monitor eləyəndə. Yəni keçən səfər mən bir tələbə ilə məsələn ekranı paylaşırdım. Hər dəfə bir dənə faylı, bir dənə pəncərəni onun planşetinə göndərmək istəyəndə bu əmr aktiv olduğuna görə böyütməyə fokuslanırdı o saniyə. Bunu istəsiz aktiv ya da deaktiv eləyə bilərsiniz. Sonra altda əmr var. Show tabs from apps when snapping or pressing alt tab. Bu əmr dostlar dəqiq bu şəkildə başa düşəcəksiniz. Baxın mən Microsoft Edge-də birinci onu göstərim. Microsoft Edge-də 4 dənə tab açmışam. Bu əmrin də əmrə də fikir versəz, bu əmrdə 3 most recent tabs, yəni 3 və 3-dən daha çox tab olanda bu əmr aktivləşsin deyir. Bu nə deməkdir? Baxın, həmin o bizim o tablar hamısı fikir versəz, McAfee, bu official site, Lenovo, YouTube, hamısı fikir versəz ayrı-ayrı göstərilir. Çünki yəni biz ən son bu 3 dənə saytı açmışıq deyə, həmin o Microsoft Edge-də browserimizdə tab kimi, həmin o tabları burada ayrı-ayrı bizə göstərir. Yəni bizim əsas browser Microsoft Edge-dir. Microsoft Edge-də əsas browserimizdə ən son istifadə etdiyimiz 3 sayt nədirsə, 3 most recent tabs o deməkdir. Onları da alt tab vasitəsilə tərkib kimi göstərir. Yəni fikir versəz əslində normalda hamısı bir pəncərədədir. Baxın yuxarıda official site, Lenovo, McAfee, YouTube hamısı bir dənə pəncərənin içindədir. Amma o əmr aktiv olanda onları ayrı-ayrı alt tabda da göstərmiş olur. Fikir versəz indi YouTube-a keçdim. Alt tabı basaraq. Yəni bu bir növ bizdə olan yeniliklərdən biridir. Açığı. Show tabs from apps when snapping or pressing alt tab. Sonra burada desktop əmri var. Desktop da nədir? Yəni mən deyir işıqlar panelində deyir, yəni desktop üzərində olanda mən istifadə edən zaman bütün açıq pəncərələr görünmüş olsun. Yəni bu əmri aktiv eləyə bilərsən. Və yaxud da on all desktops, yəni biz bilir ki, WinTab vasitəsilə bizim bütün desktoplarımız filan görünür. Baxın, bu desktopa keçəndə bu desktopda heç bir açıq pəncərə filan görmürəm, amma bu desktopda görürəm. Çünki mən bunu aktiv eləmişəm. Amma on all desktops əmrini icra eləsəm, indi gəlirəm WinTab-a. WinTab-da buna keçid eləyəndə, baxın bu pəncərə desktopa keçid eləyəndə, fikir versəz burada hamısı görünür, düzdür? İndi digərinə keçid eləyəndə isə, bunun tərkibində isə heç biri görünmür. Əslində əmrin adından görünməlidir. Normalda o şeylə icra edir. Fikir versəz, WinTab-a bastım. Keçdim digərinə. Bura keçsin. Bura keçid eləyəndə fikir versəz, hamısı burada açıq şəkildə görünmüş olur. Bu əmrin vəzifəsi odur. Yəni hətta qayıdıram dala. Baxın, digərinə keçid eləyəndə təzədən bunu desktop 1-ə keçid elədi. Desktop 2-yə keçid eləyəndə normalda əslində birinci əmrə görə bunların hər biri deaktiv idi. Amma burada aktivdir. Yəni çünki biz orada hansı əmri icra eləmişik dostlar, keçə birinciyə. Biz burada həmin bu əmri aktiv saxlamışıq on all desktops üçün. Amma məsələn bunu only on the desktop I'm using eləyəsəm, dostlar burada artıq o biri desktopa keçəndə fikir versəz bunlar heç biri aktiv deyil. Yəni bu əmr vasitəsilə bir növ bunu icra eləmək mümkündür. Sonra təzədən qaydaq bura. Show all open windows when I press alt tab. Alt tabı basanda bir növ mənim bütün pəncərələrim aktiv olsun. Yenə burada 2 əmr çıxır qarşımıza. Only on the desktop I am using. Mən hansı desktopda masa üstündə işləyirəmsə, o zaman ancaq görünsün. On all desktops eləsəm dostlar, yenə keçsəm digərinə keçəndə alt tab basanda artıq burada da bir növ normalda bunda açıq olmasa belə, bunda da görünmüş olur həmin o pəncərələr. Yəni deməli dostlar, bir növ bu əmrlər o virtual desktoplar arasında sürətli keçid eləmək istəyəndə və ya da açıq pəncərələrlə əlaqəli əməliyyatda icra eləmək istəyəndə istifadə olunan əmrlərdir. Sonra burada AeroShake funksiyasına aid bir əmr var. Bax bu ondur. Ondur deyə mən birinin qulağına tutub sirkələyəndə dostlar, hamısı yığılacaq. Bir dəfə də sirkələyəndə hamısı qayıdacaq. Amma dostlar, mən indi bu əmri deaktiv eləyim. Hər hansı birinin qulağından tutub sirkələsəm belə heç nə baş verməyəcək. Çünki əmr deaktivdir. AeroShake funksiyasını bağladı.
Bu da bir növ bununla əlaqəli əməliyyatları icra etmək üçün istifadə edilən bir növ vasitələrdən biri sayılmış olur dostlar. Sonra buradakı yeniliklərdən biri bu hissədədir. Deməli, dostlar, baxın biz device filan qurğular əlavə eləyə bilirik də, düzdür? Hətta burada görə bilərsiniz də, mənim əlavə elədiyim və s. hamısını burada göstərir. Nə bilim, hətta o biri Bluetooth-la bağlandığım qurğunun notifikasiyalarını filan bura gəlməyini filan təyin edə bilirəm. Burada display hissəsinə gələndə dostlar bizdə display settings pəncərəsi açılır. Ona bir də hardan gələ bilirdik? Sağ klik basanda, burada display settings basanda da gəlir bura. Eyni yerdən gəlir. İndi dostlar burada baxın multiple displays eləyə bilirik. Düzdür? Burada multiple displays bizdə çox, yəni eyni anda bir çox display, bir çox monitorun istifadə edilməsi ilə əlaqəlidir. Məsələn, burada Connect to a Wireless Display eləyəndə biz başqa bir monitorla, başqa bir pəncərə ilə bunu əlaqələndirə bilirik. Məsələn, mən keçən səfər kursda bizim o yekə planşetləri onsuz da bilirsiniz otaqlarda izah verdiklərimiz. O təzə ağıllı lövhələr. Ağıllı lövhələrə bunu bağlayanda dostlar, bir növ buradakı görüntünü ora yaya bilirdim. Yəni bu əmr vasitəsilə biz buradakı görüntünü rahatlıqla ora yaya bilirik. Yəni hər hansı bir tutaq ki kabel filan qoşmadan. Rahatlıqla elə bir ora yayılır. Hətta oradan bu ekranı idarə eləmək də mümkün olurdu. Yəni bunu icra eləmək mümkündür. Bu əmrlər bir növ bu hissələrdə kömək eləyər bizə deyə bilərik. Əlavə olaraq burada yəni çox hissə demək olar eyni qalıb. Ona görə çox da bunlara fokuslanmayacağam. Çünki bənzər şeylər deyəcəm yenə o səbəbdən. Əlavə burada nə deyə bilərəm? Lock screen kilit ekran hissəsinə gələndə, bax kilit ekranda bir növ widgetlərin görünüb görünməməyini burada tənzimləyə bilirsiniz. Burada related settings'in altında screen timeout var, bir də screen saver var. Əsas da burada screen saver əmri var ki, bunun vasitəsilə sən deyirsən ki, məsələn 1 dəqiqə sonra ekranda baloncuqlar görünsün. Yəni 1 dəqiqə bizim ekran tutaq ki, əl vurulmur, tərpənmir. Tutaq ki, ekranda baloncuqlar görünsün, bir növ ekran qoruma rejiminə keçsin. Bax, bunu buradan aktiv və yaxud da deaktiv eləmək mümkündür. Nan eləyək, biz indi ehtiyac yoxdur buna. Yəni, bunları edə bilirsiniz. Screen timeout-da da bir növ onunla əlaqəli, ümumi bateriyanla əlaqəli və yaxud da ekran qoruyuculuğundan əlaqəli əmrləri icra eləmək mümkündür, dostlar. Yəni, fərqliliklərdən biri bu idi ki, yəni bilsəz yaxşı olar. Soruşa bilər. Screen saver əmrini soruşa bilər sizdən. Əsas bu əmr lazımdır bizim üçün. Sonra applications hissəsində yenə ümumi olaraq bütün applərlə əlaqəli şeylər var. Burada startup hissəsi var ki, bunu sizə məsələn görürəm ki, istifadə eləmədiyiniz və yaxud da kompüter yananda paralelində hansılar yanırsa onları deaktiv eləyəsiniz. Məsələn, Microsoft Edge çox vaxt on olur, bunu off eləyin. Nə bilim, burada tutaq ki, siz istəmirsiniz ki, Xbox açıq olsun, bunu off eləyə bilərsiniz. Yəni, sən kompüteri yandıranda, kompüter yanan kimi digərləri də hər hansı bir proqram da yanırsa, onları buradan deaktiv eləyə bilərsən. Hesablarla əlaqəli tənzimləmələrimiz var və s. Bunların onsuz da hər biri haqqında biz keçən videolarımızda zaten danışmışıq. Ona görə bu hissədə artıq çox ləngimməyəcəm. Əlavə sadəcə ümumi olaraq bu şəkildə deyə bilərik ki, settings pəncərəsi digərindən qat-qat fərqlənmiş oldu. Sonra yeniliklərə gəlincə, dostlar bizdə Mika və Fluent təbii ki, burada funksiyalar var ki, bunlar yeni şəkildə artıq bizim Windows üçün, Windows 11 üçün müəyyən bir funksiyalardır. Yəni Mika və Fluent funksiyaları yenilikdir bura üçün. Windows 10-da demək olar bunlara çox da rast gəlinməsə belə, artıq Windows 11-də bir növ daha modern dizayn vermək üçün bu Mika və Fluent funksiyalarından istifadə edilir. Bir növ Mika və Fluent dizayn sistemləri istifadəçi təcrübəsini bir növ daha estetik hala gətirmək üçün, daha müasir hala gətirmək üçün tətbiq edilmiş vizual, yəni görüntü ilə əlaqəli və animasiyalarla əlaqəli xüsusiyyətlərdir dostlar. Yəni Windows 11-in daha cəlbedici, funksional və istifadəçi üçün daha gözəl görünməyini icra eləmək üçün istifadə edilən bir növ funksiyalardır. İndi bunları ən çox start menüsündə və s. görə bilərsiniz. Baxın, start menüsü əslində
bilməm hissə yox, əslində bir növ arxa fondakı pəncərələrin rəngi və s. əslində görünə bilir. Və yaxud da biz hər hansı bir qovluq pəncərəsi açsaq, qovluq pəncərəsində də bunları sezə bilərik. Yəni çox cüzi şəkildə bunlar hiss olunur. Sadəcə o barədə danışmışıq deyə mən sadəcə ümumi yada salmaq üçün nə olduğunu deyəcəm. Deməli Mika daha çox bu şəffaflıq verən, çox cüzi şəffaflıq verən, yəni bu şəkildə bir görünüş təqdim edən funksiyadır dostlar. Ümumi dizaynını zənginləşdirir, nə bilim pəncərələrə daha münasib bir atmosfer verir güya ki. Yəni bu şəkildə bir funksionallıq verir. Nə bilim pəncərəni ekranda açdığımız zaman arxa planda olan pəncərə və ya da fon bulanıq görünür. Yəni nə bilim pəncərənin konturları əks olunur. Bunlar bir növ Mika'nın özəlliklərinə aid bir şeydir. Yəni əsas da Mikanı harda görə bilərsən? Başlat menüsündə, axtarış panelində, nə bilim bu sistem ayarlarında, nə bilim başqa tutaq ki qovluq pəncərəndə və s. Fluent Design sistemi isə dostlar Windows 10-da olub əslində. Sadəcə 11-də daha da inkişaf edilən bir dizayn funksiyasıdır. Bir növ daha müasir, daha cəlbedici və istifadəçiyə yaxın eləmək üçün istifadə edilən vasitələrdən biridir. Nə bilim, məsələn, daha rahat başa düşmək üçün tutaq ki, pəncərə açıram. Bax, pəncərənin kənarının belə dairəvi dördbucaqlı olması olsun. Nə bilim, sonra dostlar, arxa fonun biraz kölgəli və s. olması. Bunlar hamısı bir növ onun tərkibində gedən şeylərdən biridir. Əsas komponentlərin adları light, işıq, yəni daha çox diqqəti yönəltmək üçün istifadə olunur. Depth, dərinlik, qatların və kontekstin göstərilməsi üçün. Motion, hərəkət, interfeysə canlılıq və axıcılıq vermək üçün. Material, materiallar, şəffaflıq, bulanıqlıq kimi vizual effektlər, məsələn Mika'da onun tərkibində gedir. Və scale, miqyas, fərqli ekran ölçülərinə uyğun dizayn. Bunlar da dostlar bir növ bizim o Fluent Design sisteminin tərkibində gedən şeylərdir. Əlavə olaraq yeniliklərdən yenə davam eləsək dostlar. Yeniliklərdən biri File Explorer'ın artıq tamamilə fərqli görünməsidir. File Explorer'a gələndə dostlar, biz artıq burada File Explorer'da bir sadəcə pəncərə başlığını görürük. Həmçinin pəncərələrin burada tablar şəklində açılmağını və s. də görə bilirik. Yəni tab sisteminə sanki keçid edilir. Və fikir versəz, tabı bağlamaq üçün də Ctrl və W düymələrinə biz klikləmiş oluruq. Bu şəkildə yadda saxlaya bilərik bunun da düyməsini. Sonra dostlar, sol tərəfdə fikir versəz artıq Home deyə bir şey çıxıb ortaya. Home bir növ bizim ilk dəfə File Explorer açanda qarşımıza çıxan pəncərədir. Burada Quick Access də elə düşünün. Yəni ümumiyyətlə bizim Quick Access baxın bu hissədir. Bu Quick Access özü də Home-un tərkibində gedir. Həmçinin Home-un tərkibində ən son açılan fayllar, sevimlilər, bir də paylaşılmış fayllar və yaxud da qovluqları görmüş oluruq. Quick Access-in tərkibində hansı qovluqlar var, nə bilim sonra pinlənmiş, pinlənməmiş, tez-tez istifadə edilən qovluqlar varsa hamısı burada görünmüş olur Home-un tərkibində. Həmçinin Quick Access-in tərkibində ən son istifadə edilmiş fayllar və s. burada da görünmüş olur. Əlavə olaraq dostlar, burada fərqliliklərdən biri artıq alətlər paneli deyə bir şeyin ortaya çıxmasıdır. Bizim dostlar artıq nə yoxa çıxdı desək, tab söhbəti, yəni bir növ file tabı, nə bilim, home tabı, view tabı, share tabı deyə bir şey yoxdur. Yəni belə bir şey ortadan çıxıb, sadəcə burada müəyyən sayda əmrlərimiz var. Həmin o müəyyən sayda əmrləri icra edirik o qədər. Burada bu Google'da bizim öyrəşdiyimiz sadəcə tablar anlayışı var buradakı. Məsələn, o pəncərə, kiçik pəncərələrdən pəncərələrə keçid edə bilirsiniz burada. Artıq sürətli şəkildə. Belə bir yenilik var. Digərlərindən fərqli olaraq. Amma və lakin bizim o nə bilim lent tabı, lent deyə bir şey ortalıqdan qalxıb, lent deyə bir şey yoxdur. Lentimizin tabı və yaxud da lentimizin qrupları deyə bir şey yoxdur. Sadəcə burada dostlar bir dənə alətlər paneli var. Alətlər paneli üzərində də müəyyən əmrlərimiz yerləşir. Əlavə olaraq dostlar, telefonla inteqrasiya və s. burada artıq çox güclənib deyə. Yəni hətta telefonu və s. mən bura bağlandıra bilmişəm və onun tərkibində də buradan girə bilirəm. Həmçinin telefonu bildirişlərinə və s. buradan sürətli şəkildə baxa bilirəm. Bunlar da bir növ yeniliklərdən biri sayılır. Əlavə
yeniliklərdən biri Copilot'dur dostlar. Cortana yoxdur, artıq Copilot diye bir şey var. Həmin bizim Copilot bura üçün yenilikdir başdan ayağa. Onu deyə bilərik. Daha güclü təhlükəsizliyi var deyirlər dostlar. Virtual desktop sistemi daha necə deyək gözəldir. Həmçinin daha effektivdir. Microsoft Store söhbətinə gələk dostlar. Microsoft Store daha necə deyək çox proqramlardan ibarət olur. Proqramlar, oyunlar və s. və s. və s. Daha sürətlidir, daha başa düşülən formadadır və bu şəkildə fərqlənir bizim Windows 10-dan. Snap Layouts'u dedik, Snap Groups'u dedik, yeni və modern dizayndan danışdıq. Yəni demək olar ən əsas yeniliklərdən xeyli şəkildə danışmış olduq dostlar. Belə ümumi bir dənə də bunu deyim ki, normalda Windows 10'da print screen düyməsinə basanda ekranı tamamilə screenshot eləyirdi. Burada isə print screen düyməsinə basanda dostlar ekranın müəyyən bir qismini biz artıq mübadilə buferinə göndərmiş olacaq. Yəni müəyyən bir qismini mübadilə buferinə göndərəcək. Əsas fərqlərdən biri də bunu deyə bilərəm. Belə ümumi başqa Windows 11'in Windows 10'dan fərqli hər hansı bir gözə çarpan özəlliyi deyə bilərəm ki, yoxdur. Ən əsas bunlardır dostlar. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Növbəti videolarda görüşmək ümidi ilə özünüzdən müğayət olun. Allah manda uğurlar hər birinizə.